Möhkəm ol. Mehman, sənə nəsə deyirdilər, sənə nəsə aranda deyir də, niyə görə belə 4 saat mənim başımda torba var, aşağı vəziyyətdə 10 nəfər bilməm, kimsə deyirdi, ay bunun yox, 8 orada bir çoxu mənə deyirdi ki, Mehman, biz çox üzr istəyirik, sən kimi olmadıq, amma biz 500 manatın məcburuq ki, bu gün bu hərəkət eləyək. Ağır olsun olar. Ağır olsun olar. Bəli, onlar mənə Facebookda mənə girənməyiblər, bir dəyə. Onlar hətta sancağa girib, mənim profilimə, öz profilimə baxırdılar videoya. Onlar videoma baxırdılar. Onlar videoma baxırdılar. Mehman, danış, Mehman, danış. Onlar mənim videoma baxırdılar. Onlar baxdıqca mən fəxr eləyirdim ki, bu dəstə, quldur dəstəsi mənim videoma baxıb mənimlə fəxr eləyirdim. Bir dəqiqədə nə olur? Bir dəqiqə. İnsanlar İki dəqiqə mən sən baxmışsın. onlar videoma baxdıqca onlar güya mənə alçatmaq istəyirlər. Bunu nətər eləyirsən filan. Qoşum, elə oldu ki, 3 saat başıma aşağı torbalı vəziyyətdə Bura məhkəmənin həyətidir, bura. Elə gəlin sizdən olun. Geçin orada, geçin. Üstümə suyu vurublar. Mənlə heç bir, yəni orada danışmırdılar. Sadəcə təhqir edirdilər ki, sən niyə bu işlə məşğulsan? Nə işlə, nə deyirdilər? Yəqin fəaliyyətimi deyirlər, yəni bilmirəm nə işlə. Mən hüşsüz vəziyyətdə orada uzanmışdım yerdə. Mənə veşlər sizə hə deyirlər. Ödəyə haçanın zadım var. Başqa adam götürsün də. İndi götürək veşlərim burada. Mən hüşsüz vəziyyətdə otururdum. 3 saat çünki mən dözürdüm də buna. Heyvan 3 saat dözmə. Mən yatdım, etdilər, yatdım və mən səhər oyatdılar ki, biz məhkəməyə getməliyik. Məhkəməyə gəldik, biz səhərdən buradayıq, 4 saat biz buradayıq. Postpatrul, deməli postpatrul xidmətin maşınla gəlmişik və mənim yanımda 4 dənə polis işçisi var idi. Serjantlar, hansı ki mən onları çoxdan tanıyıram, biz hətta zarafatlaşırıq ki, Mehman mənə çəkmə arada, biz sənin dostlarınıq. Onlarla biz təsəvvür eləyin, söhbət eləyirik. Mən bilmər ki, dönər göndərib. Mən o dönəri təkcə yemədim. Mən o dönəri polislərin arasında böldüm, dedi ki, siz yiyin. Çünki biz 4 saat buradayıq da, mənə boş bırakın. Təsəvvür eləyin, onlar o dönəri yeyiblər. Və məhkəmə olanda onlar gəlməyə bizimə durublar. Ağır olsun olar. Və məhkəmədə ağladım, məhkəmə bildirdim ki, görün siz ölkədə nə sistemi yaradımsınız ki, Bəyək, mənim yanında polis özü bilmirdi nə baş verir. O deyir ki, sən niyə bura düşmürsən? Mən dedim, narahat olma, siyasi sifarişdir. Və siz nə yaxşı oradasınız? O deyir ki, biz sən yanındayıq, qorxma. Mən valla almamı, suyumu onlarla bölüşdüm. Məhkəmə prosesi başlayanda bir də görürəm ki, həmin polislər hansı ki, mən 1 saatından qabaq yeyirdim, onlar mənə dəstəkləyirdi falan, gəlməyə deyir ki, bəs Mehman dünən dalaşırdı və biz onu tutduq. Mən durdum orada, çıxış elədim ki, sən bəyək mənə o sözü dedin, yəni həmin o polis mənə dedi ki, Mehman, biz 500 manata görə məcburuq hər cür alçaqlığa əl ataq.